15 Mart 2026-cı ildə olan 11-ci sinif buraxılış imtahanının suallarının izahına baxırıq. Deməli, 61-ci sual. Bizə verib A çoxluğu 1, 2, 3, 4, 5, 6. B çoxluğu 2, 4, 6, 8, 10. A və B çoxlarının fərqini istəyir. A və B çoxlarının fərqi odur ki, A-da olub B-də olmayan elementlər. Və yaxud A-dan, A çoxluğundan B ilə ortaq olanları götürürük. Yerdə qalanlar. 2 ortaqda götürürük. 6 ortaqda götürürük. Başqa ortaq nə var burada? 4 ortaqda götürürük. Nə qaldı A çoxluğunda? 1, 3, 5. Doğru cavabımız nə olur? B variantı. 62 nömrəli sualın izahına baxırıq. Deməli, verib bizə fx funksiyası surətdə 2x üstəgəl 3, məxrəcdə x kvadrat üstəgəl 2. Soruşur ki, f3-ü tapın. f3-ü tapmaq üçün x-in yerinə 3 qoyub hesablayıram. 2 vur 3 üstəgəl 3, 3-ün kvadratı üstəgəl 2. Olur burada neçə? 11. Surətdə də 9. Doğru cavabımız nə oldu? 11-də 9, yəni B variantı. 63 nömrəli suala baxaq. 25a kvadrat çıx 16, məxrəcdə də 5a üstəgəl 4. Nə edəcəm burada? Surəti müxtəsər vurma düsturuna açacam və ixtisar edəcəm. 25a kvadrat çıx 16-nı 5a çıx 4, 5a üstəgəl 4 kimi parçalayıram. Məxrəcdə 5a üstəgəl 4 yazıram. 5a üstəgəl 4-lər gedir, qalır 5a çıx 4. Doğru cavabımız nə oldu? D variantı. 5a çıx 4. 64 nömrəli suala baxaq. Soruşur ki, düzbucaqlının düzbucağın diaqonallarının sayı tap. Biz bilirik ki, düzbucağlının 2 dənə diaqonalı var. Doğru cavabımız nə olur? Y variantı. 65-ci suala baxaq. Deməli, 65-də yazıb 12a çıxılsın, 12a kvadrat çıx 24a vurublarına ayırın. Bunların hər ikisindən ortaq vuruq kimi nə çıxara bilərəm? 12a-nı çıxarıram mötərizənin xaricinə. 12a kvadrat 12a çıxana qalır a çıxılsın 2. Doğru cavabımız C variantı. 66 nömrəli suala baxırıq. 16 üstü 0,36 vurulsun 16 üstü 0,14. Vuranda nə olur? Üstlər toplanır. Əsaslar eynidirsə, vuranda əsas olduğu kimi qalır, üstlər toplanır. 0,36-dan 0,14 olur, 0,5. 16 üstü 0,5 hesablamışım. 16-nın əvəzinə 2 üstü 4 yazıram. Üstü 0,5. Üstlər vurulur. 4'ü 0. Belə olan üstlər vurulurdu. Qüvvətə yüksəlir. 4'ü 0,5'e vuranda nə eləyir? 2. 2 üstü 2-də nə eləyir? 4. Doğru cavabımız 4. D variantı. 67 nömrəli suala baxırıq. Deməli, 4-cü rübdə yerləşən A nöqtəsindən gəlin 4-cü rübdə bir A nöqtəsi götürək. Bu A nöqtəsindən apsis oxuna qədər məsafə 4'dür. Apsis oxuna qədər məsafə 4'dür. Ordinat oxuna qədər məsafə 6'dır. Ordinat oxuna qədər məsafə 6'dır. A nöqtəsinin koordinatlarını tapın. Deməli, apsis oxuna qədər məsafə 4, üzr istəyirəm, apsis oxuna qədər məsafə buradır. Bura 4 olanda, onda bura nə olur? Mənfi 4. Ordinat oxuna qədər məsafə 6'dırsa, onda bu nöqtə nə olur? 6. Mənfi 4. Üzr istəyirəm, birinci x-i yazırıq, sonra y. 6, mənfi 4. Başa düşdünüz? Doğru cavabımız nə oldu? Y variantı. Deməli, absisə qədər məsafə 4'dürsə, deməli, ordinat 4'dür.
Sonra 68 nömrəli suala bax. Permütasiya 4'dən 4 üstəgəl permütasiya 3'dən 3 hesab. Biz bilirik ki, permütasiya 4'dən 4, 4 faktorial deməkdir. Permütasiya 3'dən 3, 3 faktorial deməkdir. Bu da olur 24 üstəgəl 6 və doğru cavabımız nə olur? 30. Doğru cavab B variantı. 69 nömrəli suala baxaq. Yazıb A və B çoxluqları üçün B A-ya daxildir. Deməli, B çoxluğu A çoxluğunun içərisindədir. Yəni 6 çoxluğudur. A çoxluğu 9'dur, B çoxluğu 4'dür. Deməli, B çoxluğunu elementary sayına 4 yazsam, A da 9 olmaq üçün bu hissədə 5 qalır. Bu hissədə nə deməkdir? A ilə B-nin fərqi deməkdir. Elədir. İndi gəlin suala cavab verək. A çoxluğundan təsadüfən seçilən 2 elementin A çoxluğundan 2 elementini heç üsulla seçə bilərəm. 9 element var da, 9'dan 2. A ilə B-nin fərqində olma ehtimalıdır. A ilə B-nin fərqində neçə element var? 5 dənə. Kombinezon 5'dən 2. Bunu da hesablayaq. 5 faktorial bölünsün. 2 faktorial, bir də 5'dən 2 çıxıram 3 faktorial. Bu da 9 faktorial bölünsün. 2 faktorial, 9'dan 2 çıxıram 7 faktorial. Bu 2 faktoriallar gedir. 5 faktorial, 3 faktorial 4 ilə 5 qalır. Burada da 8 ilə 9 qalır. Bunlar da ixtisarcıdır, qalır 18'də 5. Doğru cavabımız nə oldu? B variantı. 70 nömrəli suala baxaq. Deməli, trapeziyanın sahəsini istəyir. Əvvəl düsturu yazaq. A plus B bölü 2 vurulsun H. Yəni, oturacaqları toplayıb 2'yə bölürəm, vururam H-a. Bu da eləyir necə? 36. Doğru cavab Y variantı. 71. Deməli, burada bir düz bucaqlı 3 bucaq görürsünüz. Kosinüs alfa vur, tangens betanı istəyir. Kosinüs alfa biliyor ki, bitişik katetin hipotenuza nisbətidir. Alfa bucağına bitişik katet hansıdır? A'dır. A'nı bölürəm hipotenuza S-yə. Tangens beta. Beta'nın qarşısındakı katet A'dır. Bitişik katet də B'dir. Oldu nə? A kvadrat bölünsün B'cə. Doğru cavabımız nə oldu? A variantı. 72'də kosinus 20 dərəcəni verib A, sinus 10 dərəcəni deyir, A ilə ifadə elə. Kosinus 2 alfanın hansı düsturunu seçək? Sinusla olan düsturun. 1 çıxılsın 2 sinus kvadrat alfa. 1 çıxılsın 2 sinus kvadrat 10 bərabər A'ya. Buradan da sinus 10'u tapaq. Əvvəl 2 sinus kvadrat 10'u tapaq. Oldu 1 çıxılsın A. Buradan sinus kvadrat 10'u tapaq. 1 çıxa bölünsün 2. Buradan da sinus 10'u tapmaq üçün 1 çıxa bölü 2'ni salırıq kökün altına. Niyə görə müsbət götürdüm? Sinus 10 dərəcə birinci rübdə ona görə. Deməli 1 çıxa bölü 2. Doğru cavab C variantı. 73 nömrəli suala baxaq. Deməli A-nı verib kosinus 271 dərəcə. B-ni də verib tangens mənfi 187 dərəcə. Deməli, kosinus 271 dərəcə düşür. Ümumiyyətlə 271 dərəcə düşür 4-cü rübdə. 4-cü rübdə kosinus nədir? Müsbətdir. Elədir. Tangens mənfi 187 dərəcə. Tangens tək funksiyadır. Gəlin mənfini ataq qarşıya. İşimiz rahat olsun. 187 dərəcə neçənci rübdə? 3-cü rübdə. 3-cü rübdə tangens nədir? Müsbət. Qarşısında da mənfi olduğuna görə olur mənfi kiçik 0. Deməli A böyük 0, B kiçik 0. Doğru cavab B variantı. Sonra 74'ə baxaq. Deməli 74'də bizə 2 dənə tunel verib. Bu tunelin uzunluğunu 500 metr verib. Bu tunelin uzunluğunu 300 metr verib. Arada məsafəni də verib 15 kilometr. Deyər 200 metr uzunluğunda bir qatar. 200 metr uzunluğunda qatar. Birinci tunelə girib, ikinci tuneldən nə qədər vaxtda çıxar? Qatar yadınızda qalsın. Tuneli getmək üçün həm tunelin uzunluğu qədər, həm də öz uzunluğu qədər yol getməlidir ki, tuneldən çıxsın. Deməli, qatar bu məsafəni getmək üçün həm tunellər qədər tunelləri toplayıram. 500 metr, 300 metr. Bir də qatarın öz uzunluğunu gəlirəm üstünə 200 metr.
Aydın oldu. Arada da mesafe ne kadardı? 15 kilometrede gedəcək o biri tunelə çatmaq üçün. Toplayaq görək nə qədər eləyir. Bunları toplayanda 500 metr üçün olur 1000 metr, yəni 1 kilometr. 10-15 kilometr olur 16 kilometr. Oldu ümumi nə qədər? 16 kilometr. Sürəti də nə qədərdir? 64 kilometr saat. Deyir neçə dəqiqəyə çıxar? Biz zamanı tapmaq üçün yolu bölürdük nəyə? Sürətə. Yolu böldüm sürətə. Oldu 4'də 1 saat. 4'də 1 saat da neçə dəqiqədə? 1 saat 60 dəqiqədə. 60 dəqiqənin də 4'də 1 hissəsi eləyir nə? 15 dəqiqə. Doğru cavabımız 15 dəqiqə. 75 nömrəli suala baxaq. Deməli bizə bir loqaritmik tənlik verib. Yəqin ki burada görürsünüz onu. Deməli bu loqaritmik tənlikdə biz nə etməliyik? Köklərin hasilini tapmalıyıq. Loqaritma 2 əsasdan loqaritma kvadrat 2 əsasdan x çıxılsın 3 vurulsun loqaritma 2 əsasdan x üstə gəl 4 bərabər 3. Bunun üstünü tapmaq üçün loqaritma kvadrat 2 əsasdan x çıxılsın 3 loqaritma 2 əsasdan x üstə gəl 4 bərabər 2'nin üstü 3 yəni 8. Bu deyir loqaritma kvadrat 2 əsasdan x çıxılsın 3 vurulsun loqaritma 2 əsasdan x çıx 4 bərabər 0. Bu loqaritmaları toplayanda bu kvadrat tənlikdə v-yə görə loqaritma 2 əsasdan x-a bir t desə olur t kvadrat çıx 3t çıx 4 bərabər 0. Deməli v ilə kökləri tapaq toplayanda 3 eləyir vuranda mənfi 4. 4 ilə mənfi 1. Tapdığımız bu t'ləri gətirib burada qoyuram yerinə. Loqaritma 2 əsasdan x bərabər 4, x bərabər 2 üstü 4, yəni 16. Loqaritma 2 əsasdan x bərabər mənfi 1, x olur 2 üstü mənfi 1, yəni 2'də 1. Tapdıq 16 bizdən nə edir? Köklərin hasili. 16'nı da 2'də 1'ə vuranda nə eləyir? 8. Doğru cavabımız oldu 8. 76. X kvadrat çıx 6x çıx 7 kiçik 0. Tam əllərin cəmini tap. Burada biz intervallar metodu ilə keçirik. Əvvəl bunun köklərini tapaq v ilə. Toplayanda 6, vuranda mənfi 7. Olur mənfi 1 ilə 7. İçərisi boş nöqtə ilə götürürəm. Çünki bərabərlik yoxdur. Yəni ciddi bərabərsizlikdir. Biliyoruz, minus biliyoruz. Bizə də mənfi hissə lazımdır. Yəni cavabımız olur mənfi 1, 7 intervalı. Buradakı tam əllərin cəmini tapaq. 0, 1, 2, 3, 4, 5, 6. Bunları da toplayaq. 7, 7, 7. Doğru cevabımız ne olur? 21. Sonra 77'ye baxaq. Oturacağının perimetri 15, yan tili 9 olan düz prizmanın yan səthinin sahəsini tap. Prizmanın yan səthinin sahəsi P oturacaq vurulsun H-dən. Düz prizmadan söhbət gedirdi. Deməli, düz prizmada onsuz da yan til elə hündürlük olur. Oturacağın perimetri 15'dir, hündürlük 9 olur. Nə? 135. Doğru cavabımız 135. 78 yazıb loqaritma 2 əsasdan 14 üstə gəl 2 vurulsun loqaritma 3 əsasdan 7 üstə gəl elqi 100. Deməli bunu hesablamaq üçün ən içəridən başlayırıq hesabla. Ən içəridəyə ən içəridəki kökdən demək istəyirəm. 7 üstə gəl elqi 100-dən. Elqi 100 neçədir? Elqi 100 bilirsiniz ki 2'dir. Gətirib elqi 100'ün yerinə 2 yazsaq. Olacaq 7 üstə gəl 2, 9. Kök altda 9'dan nə çıxır? 3. Sonra loqaritm əsasdan 3 bilirik ki 1'dir. Bu da olur 2 əsasdan 14 üstə gəl 2, 16. Kök altda 16. Bu da olur 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4'də nədir? 2. Doğru cavabımız 2. Çatdıq ətraflı yazı tələb edən suallar. Bunlar nisbətən çətin suallardır.
Deməli 79'da yazıb ki, katetləri 6-8 olan düzbucaqlığın böyük katet ətrafında fırlanmasından alınan cismin yan səthinin sayısını tap. Bax bu 8'dir, bu da 6'dır. 8'in ətrafında fırlanır. Düzbucaqlı bir katet ətrafında fırlananda burada ne alınır? Burada konus alınır. Elədir. Konusunda yan səthinin sahə düsturu necədir? Pi, R, L. L burada nədir? Doğrandır. İndi gəlin doğrandır. 6-8 olanda bilirsiniz ki, Pifagora görə bura 10 olur. Doğran 10 olur. Və burada düsturda qoyuruq yerinə. Pi vurulsun, R, oturacağın radiusu, bir də vur doğran. Doğru cavabımız nə oldu? 60 pi kvadrat santimetr. 80 nömrəli suala baxalım. Deməli, Samir hər birinin qiyməti 250 olan su filtrləri satır və hər filtrin satışından buna 4% bonus gəlir. Bunun da maaşı 1000 manatdır. Yanvarda olub 1400 manat, yəni 400 manat artıq pul gəlib buna, bonusları 400 manat eləyib. Fevralda olub 1560, onda 560 manat buna bonus gəlib. Deyir ki, fevral ayında yanvar ayındakına neçə ədəd çox su filtri satıb. Baxın bura. 250 manatın 4%'ini tapaq. Vurdum 4'e böldüm 100'e. Oldu 10 manat. Deməli bir filtrdən buna 10 manat pul gəlir. Yanvar ayında nə qədər pul gəlib? 400 manat. Çünki 1000 manat öz maaşı idi, 400 də bonus gəlib buna. Bonusu bölürəm 10'a. Eləyir neçə? Bir dəqiqə. 250'nin 4%'i elədi 10 manat. 400'e 4'ü niyə yazmıyorum? 400'ü ona böləndə eləyir 40 dənə filtr. Deməli, yanvar ayında 40 dənə filtr satıb. Fevralda da buna gəlib 560 bonus. 560 da ona bölə eləyir 56 filtr. Bunda fevralda satıb. Soruşur ki, fevralda yanvar ayında nə qədər çox satılıb? 56'dan da nə edirəm? 40'ı çıxıram. Olur neçə? 16 ədəd çox satın. 81 nömrəli suala baxaq. Deməli, printer deyir ki, rəngli kağızı 50 saniyə çıxardır, ağ-qara kağızı 30 saniyə. Yarım saat ərzində, gəlin əvvəl bu yarım saatı da saniyə çevirək, çünki bu da söhbət saniyədən gedir. Yarım saat nədir? 30 dəqiqə. 30'u da 60'a vuranda olur 1800 saniyə. Elədir. Deməli yazır ki, 40 səhifə 1800 saniyə çıxarsa neçə rəngli çıxardıb. Baxın bura. X sayda rəngli səhifə çıxardıb. X sayda rəngli səhifə. Ümumi nə qədərdir? 40 dənə. 40 çıx X sayda ağ-qara çıxarıb. Deməli, rənglini 50 saniyə çıxardır. 50'ni vurdum X-a, bu rəngli. Ağ-qaranı 30 saniyə çıxardır. 30'u da vururam 40 çıx X-a. Bu cəmi eləyib 1800 saniyə. Bunda həll eləyək. 50x üstəgəl 1200 çıx 30x bərabər 1800. 20x bərabərdir 600, x da bərabərdir 30. Deməli 30 dənə rəngli çıxarıb. Sonra 82'yə baxaq. Deməli 82'də bizə bir çevrə verib. Burada biraz pis düşüb. Gəlin burada sizin üçün bunu qəşəng çəkim. Deməli buradan bir toxunan çəkib. Buradan bir toxunan çəkib. Və buradan bura bir perpendikulyar indirib. Kəsən çəkib. Verib ki, buradan bura bu AB nə qədərdir? Kök altda 5'dir. Bu hissədə 1'dir. Çevrənin radiusunu tapmaq tələb olunur. İndi mən burada nə edəcəm? Həmişə burada toxunana nə edirdik? Perpendikulyarlar çəkirdik. Radius toxunana nə olur? Perpendikulyar olur. Baxın bura. Əvvəl gəlin bu bir hissəyi tapaq. Bura bir B deyək bu hissəyə. Toxunan və kəsənin xassəsinə görə
Toxunanın kvadratı, baxın bura A nöqtəsindən çevrəyə nə çəkilir? Bir toxunan, bir kəsən. Düsturumuz var idi, bir toxunan, bir kəsəndə. Burada bir B demişəm. Burada bir B demişəm. Deməli, toxunanın kvadratı bərabərdir. Kənardakı isə 1 vurulsun ümumi uzunluq. 1 üstəgəl B. 5 bərabərdir. 1 üstəgəl B. B-ni tapdıq 4. B-ni 4 tapan olsa buradan perpendikulyar çəkəndə perpendikulyar vətəri neyinir? Yarı bölür. Burada olur 2, burada olur 2. Burada bilirik ki, çevrənin radiusudur. Burada bir düzbucaqlı alındığına görə, düzbucaqlının qarşı tərəfləri bərabər olduğuna görə radiusun qarşısındakı tərəf nə qədərdir? 1 ilə 2-nin cəmi 3. Deməli, burada olur nə? 3. Çevrənin radiusunu tapdıq 3. 83-ə baxaq. Deməli, bizə belə bir şəkil verib. C-dəndir D məntəqəsinə qədər məsafəni tapın. D-yə 12-dir. BD ümumi 20-dir. Baxın bura. B, Y, D, A, C. Deməli, D-yə 12-dir. BD 20-dir. Sonra bir şey də verilib. AD də 9-dur. AD də 9-dur. Bunları verib, bizdən soruşur ki, CD-ni tap. Burada mən nə edəcəm? Oxşarlıqdan istifadə edəcəm. Perpendikulyarlıqlarda verir. Baxın bura. Bu alfa bucağı ilə, bu alfa bucağı nədir? Daxili çarpaz bucaqlar. Çünki AD ilə B-yə paraleldir. Sonra bu bucaqla da, bu bucaqla da, bu bucaq daxili çarpaz bucaqlar. Bunlar da bir-birinə bərabərdir. Bu qamma bucağı da hər ikisində onsuz da qarşılıqlı idi. İndi biz buradan göstərdik ki, üçbucaq ADC oxşardır. Oxşardır. Üçbucaq BCY-yə. Üçbucaq BDY-dən də Pifagora görə 20, 12 olanda bura olur 16. Bir də deyirəm, üçbucaq BDY-dən Pifagora görə BY olur nə? 16. İndi bu oxşarlıqdan istifadə edək. Deməli, CD-yə bir x yazsam, onda bura nə olacaq? 20 çıx x olacaq. Bura x isə bura 20 çıx x olacaq. Bölək. ADC üçbucağında qammanın qarşısını bölürəm. BCY üçbucağında qammanın qarşısında. ADC üçbucağında betanın qarşısını BCY-də betanın qarşısına bölürəm. Bunu da çarpaz vuraq. 16x bərabər 180 çıx 9x. Bu da eləyir 25x bərabər 180. X-də tapmaq üçün bölürük. Bunu olur nə? 7 tam 10-da 2. Sonra 84 nömrəli suala baxaq. Deməli, bir hava yolu şirkətində Asif və Nuray biletlər alıb. Biletlərin sayı görünür burada. Baxın uşaqlar, tək istiqamətli bilet 150 manatdır. Gediş-gəliş üçün bilet 180 manatdır. Deyir ki, bunların Asif ilə Nurayın ödədikləri pul eyni. Gəlin əvvəl Asifin pulunu tapaq. Tək istiqamət alıb 18 çıx x. Elədir. Tək istiqamətdə 18 çıx x. Bir də 150 manatdır. 150-ni vururam 18 çıx x. Bu tək istiqamətdə verdiyi pul. Gediş-gəliş üçün də 180 manatdır. X bilet alıb. Mən elə nə edirəm? Asifi hesablayıram. Bu Asifin pulu bərabərdir. İndi Nurayın pulunu hesablayaq. Tək istiqamət üçün x plus 4 bilet alıb. Biri 150 manat. 150-ni vururam x çıx 4-ə. Gediş-gəliş üçün 15 çıx x alıb. Biri 180 manat. 180-da vururam 15 çıx x-ə. Mən burada işimi asanlaşdırmaq üçün bunların hamısını 30-a bölərəm.
150'ni 30'a böləndə 5 qalır. 5 vur 18 çıx 2. 180'i 30'a böləndə 6 qalır. 150'ni 30'a böləndə 5 qalır. 180'i 30'a böləndə 6 qalır. Biraz ədədlər kiçildi də. Bu olur nə? 5'i 18'də 90 çıx 5x üstə gəl 6x bərabər 5x çıx 20 üstə gəl 90 çıx 6x. Deməli burada nə eləyir? 90 çıx 5x üstə gəl 6x 30'a bölmüşəm də 5x çıx 20 deməli bu olur necə? Düzdür. Deməli buradan həll edir. Məchulları müəllimə keçir. X-ləri sola keçirsəm olur solda nə? 2x. Ədədləri də sağa keçirsəm niyə mənfi? X üstə gəl 4-dür. Misalı səhv götürmək üçün deyirəm, o cavab mənfi olur burada. Burada bu x plus 4'ü səhv götürmüşdüm. X oldu 10. X-i 10 tapdımsa Nurayın der tək istiqamətini tap. Yəni Nurayın tək istiqaməti x üstə gəl 4'dür. Yəni onun da üstə 4 gəlirəm. Doğru cavabımız nə olur? 14. 85. Deməli, aqil boş daxla birinci gün. Burada bir dənə qab var. Aqil bura bir dənə 50 qəpiyə atdı. Sonra 2 dənə 20 qəpiyə atdı. 3 dənə də 10 qəpiyə atdı. 10. O növbəti günə də hər atdığı hər növ qəpikdən bir ədəd atır. Yəni hər növbəti gün bir 50 qəpik atır, bir 20 qəpik, bir 10 qəpik. Yəni 80 qəpik atır. Neçə günə? 48 manat olar. Bunu eləyəcəm ədədi silsin. Əvvəl daxilda nə qədər pul var? 50, 20, 20. Toplayaq bunlar uşaqlar nə eləyir? 120 qəpik var. Elədir. Hər dəfə də 80 qəpik olsa, deməli D 80'dır. D neçədir? 80. Neçə gündən sonra cəm nə deyəsin? 48 manat. Mən də burada 48 manatı qəpiyə çevirəcəm. 48'i 100'ə vururam, 4800 qəpik. Çünki biz qəpik ilə hesablayırıq hər şeyi. Görək neçə gündən sonra olacaq. Deyən bunları verib bizdən nəyi soruşur? N'yi soruşur. S-nin düsturunu yazaq. 2A1 üstə gəl. N çıx 1 vurulsun D. Böl 2 vurulsun N. Bərabərdir 4800. Surəti vurub açıb sadələşdirsə 240 üstə gəl 80 N çıx 80 böl 2 vur N bərabər 4800. Bu da eləyir 160 üstə gəl 80 N böl 2 vur N bərabər 4800. Bunların ikisini də 2'yə ixtisarləsəm qalır 80 üstə gəl 40 N vurulsun N bərabər 4800. Bu da olur 40 N kvadrat üstə gəl 80 N bərabər 4800. Hamısında bölürəm 40'a. N kvadrat üstə gəl 2N çıxılsın. Bunu da 40'a böləndə neçə eləyir? 12 eləyir 40'a böləndə. Yoxsa 120 eləyir? 120. Buradan Viet teoremindən də tapa bilərsiniz. Toplayanda mənfi 2, vuranda mənfi 120. Mənfi 12 ilə müsbət 10. Mənfini götürürəm, günlərin sayı mənfi olmaz. Doğru cavabımız nə olur? 10 gündən sonra. Bu qədər. Sağ olun.